Yoldaşlar, bugün danışacağıq sizə bir yerdə. Nədən? İsmin nəyindən? Mənsubiyyət şəkilçisindən. Məsələn, Əfsanə xanım, zəhmət olmasa səs açsın. Tamam. İsmin mənsubiyyət şəkilçiləri deyirəm, düzdür? Ben İsmin mənsubiyyət şəkilçiləri deyəndə nəyi nəzərdə tuturam, soruşsam sizdən. Yenə də yoldaşlar, əzbərləməyə ehtiyac yoxdur, mən durum. Bir dənə zəhmət olmasa isim deyək. Məsələn, kitab. Mənim kitabım, sənin kitabın, Ay, onun kitabı, bizim tamamilə, kitabımız. tamamilə doğrudur. Bax, bir dənə isim götürürsən. Mənsubiyyətə görə dəyişməyin yolunuca bil. Mənə şəkilçi falan əzbərimə. Yolunu bil, praktiki formada tap. Mən əzbərçiliyin qarşısını. O məsəl üçün deyirsən, mənim kitabım. Deməli, birinci şəxsin təkində hansı şəkilçi oldu? Im. Sənin kitabın. Onun kitabı. Bizim kitabımız. Sizin kitabınız. Onların kitabları. Deməli, yoldaşlar, bizdən soruşsa ki, birinci şəxsin təkində nədir? Tez hansı söz ağlına salsan? Mənim. Deməli, nə oldu təkində şəkilçisi mənsubiyyət? Kitabım, ım. Yaxud soruşur, ikinci şəxsin təki. Nə oldu? Sənin kitabın. Yaxud soruşur, üçüncü şəxsin təki. Üçüncü şəxs nədir? O. Onun kitabı. İndi keçirəm cəmlərə. Birinci şəxsin cəmi. Bizim kitabımız. Sizin kitabınız. İkinci şəxsin cəmi. Onların kitabları. Bunları əzbərləmək yaxşıdır, yoxsa yolunu bilmək lazımdır. Məsəl üçün, heç kim əzbərləməyib. Amma bu dəqiqə əminəm ki, hamınız bir dənə isim desə, bunu dəyişə bilər. Düzdür, Aysel xanım? Məsələn, deyirəm ki, dəftər sözünü dəyişin mənsubiyyətə görə. Değişir. Dəyişin deyirəm, soruşmuram dəyişin. Dəyişin zəhmət olmasa. Hallandıraq müəllim. Mənsubiyyətə görə dəyişin dəftər sözünü. Dəftər, Defter. dəftəri. Aha. Deyin də mənim dəftərim. Niyə deyirsiniz? Fəal ol. Mənim dəftərim, sənin dəftərin, onun dəftəri. Bizim dəyişə bilmirsiniz. Sizin Bizim dəftəriniz. dəftərimiz. Və nəzaltız. Sizin dəftəriniz, onların dəftərləri. Bu qədər sadə. Görsən, yəni əzbərliyim şəkilçi ehtiyac yoxdur. Yəni mənim dəftərim deyəndə orada mənsubiyyət şəkilçisi hansıdır? Dəftərdən sonra artırılan, yəni im şəkilçisi. Yaxud sənin dəftərində hansıdır? İn. Onun dəftərində i. Bizim dəftərimizdə imiz. Sizin dəftərinizdə iniz. Onların dəftərlərində dəftəri də ola bilər onların. Onların dəftərləri də deyə bilərsən. Ləri şəkilçisi. Aydındır. Yəni burada əziyyət çəkim, şəkilçi əzbəriyim, mənim şəkilçi adımı bir dənə yoluca yadda saxlayırsan. Müəllim sözünü dəyiş. Mənim müəllimim, sənin müəllimin, onun müəllimi, bizim müəllimimiz, sizin müəlliminiz, onların müəllimləri. Asanlıqla. Başa düşdünüz nə demək istəyirəm? Bir də mənsubiyyətlə bağlı nə sual soruşa bilərsiniz? Bəzi sözlər var ki, dilimizdə, alınma sözlər, ərəb dilindən keçib dilimizə. Yoldaşlar, məsələn, onlara misal göstərə bilərəm mənbə sözünü. Onlara misal göstərə bilərəm mövqe sözünü. Onlara misal göstərə bilərəm mənafe sözünü. Hamısı ərəb sözüdür. Onlara misal göstərə bilərəm tale sözünü. Onlara misal göstərə bilərəm mənşə sözünü. Bax, dilimizdə bu sözlər var ki, dəyişəndə digərlərindən fərqli cür dəyişir. Qaydası eynidir. Fərqli bilsiz nəyə deyirlər sualda. Buna bu bitişdiricisi əlavə olunur. Y bitişdiricisi. Mənbə sözünü dəyişin bir dənə özünüz. Mənim mənbəyim. Nə əlavə olundu? Y bitişdiricisi. Sənin mənbəyin. Onun
mənbəyi. Bizə də yığ bitişdiricisidir fərqi. Yəni bu tipli sual çıxsa demək ki, mən bu sualı mən hardan fərqli cür bu nəyi nəzərdə tutum? Bunu fərqli cür dəyişim. Eyni cür dəyişirsən dəyişəndə. Sadəcə yığ bitişdiricisi əlavə olunur. İndi mövqe sözünə bax. Mənim mövqeyim. Burada da oldu yığ bitişdiricisi. Mənim mənafeyim. Mənim taleyim. Mənim mənşəyim. O qədər sadə. Bizim milli mənşəli sözlərdən də var. 2 dənə söz var. Biri su sözüdür. Qəbulunuza düşür. Bir də nə? Su bizim sözdür. Bunlar da fərqli cür. Sunu dəyiş mənsubiyyətə görə. Mənim suyum, sənin suyun. Görsən? Yəni o fərqli dəyişmə deyəndə ağlın getməsini görən bu nəyi nəzərdə tutur? Bütün sözlər eyni cür dəyişir mənsubiyyətə görə. Bütün isimlər eyni cür dəyişir. Eyni cür. Sadəcə fərqli deyəndə yadında saxla ki, müəllim orada bir dənə yığ bitişdiricisi əlavə olunur demişdi. Qurtardı getdi. Səyahət müəllim, bəs birdən soruşur şəxs şəkilçiləri. Şəxs şəkilçilərinin digər adı şəxs sonluqlarıdır. Şəxs sonluqları deməz. də xəbərli şəkilçiləri deyər. Bax, indi bəhs edəcəyim şəkilçilərə bir neçə adı var. Şəxs şəkilçiləri də deyirəm, şəxs sonluqları da deyirəm, xəbərli şəkilçiləri də deyirəm, xəbər sonluqları da deyirəm. Qoy yazım. Eyni şeydir. Yəni, bunu soruçanda isimdə deməli elə eynidir. Xəbər sonluqları ilə şəxs sonluqları eyni şeydir. Bunu da müəllim əzbərləyəmi şəkilçində məsləhət görürsünüz? Yox. Sadəcə yolunu öyrən. Məsələn, burada götürürəm müəllim sözünü. Çünki bu bütün şəxslərə görə dəyişir. İndi bax, müəllim sözünü necə dəyişəcəm? Şəxslərə görə, yəni şəxs sonluqlarına görə, xəbərli şəkilçilərinə görə. Mənim demirəm ha, mən müəlliməm. Sən, burada deməli hansı şəkilçi oldu qıraqda? Birinci şəxsin təkində. Əm. Sən müəllimsən. Şəkilçi nə oldu? Sən. O müəllimdir. Biz müəllimik. Siz müəllimsiz. müəllim. Onlar Müəllimdirlər. tartışırlar. Burada hamınıza sual verirəm. Çətin nədir? Yəni, çətin görünən nədir burada? Əzbərlə deyirsən, deyirəm əzbərimi. Sadəcə fərqli, yəni o maşallah test işləyəndən sonra hamınızda vərdiş yaranacaq. İndi məsəl üçün, məsəl üçün am şəkilçisi nə olar? Mən müəlliməm. Elə şəkilçilər, elə sözlər var, ancaq bir şəxsə görə dəyişir. Cansız əşyalar, cansız əşya bildirənlər. Üçüncü şəxsə. Məsəl üçün, kitab canlıdır, cansız. Cansız. Cansızdır. Bu, birinci, ikinci şəxsə görə dəyişmir. Buna bax bir dənə. Mən kitabam deyə bilərsən. Deyə bilmirsən də. Görsən, bu dəyişmir. Deyirəm, amma o maraqlı kitabdır. Burada dır şəkilçisini gördün. Bizə də dır. Məsəl üçün, sən kitabsan. Kitabsan nədir? Nə danışsan deyəcəksən? Birinci, ikinci şəxsə görə dəyişmir. Ancaq cansızlar neçənci şəxsə görə dəyişir? Kitabdır. Bizə də dır şəkilçisini qəbul edə bilər. Kitabsan deyə bilərsən ki, məsəl. Kitabım deyə bilərsən. Məntiqsiz alınır da, düzdür? Ona görə yalnız dır şəkilçisini qəbul edir. Mənsubiyyətdə, şəxs sonluqlarında kimdə nə çətinlik var? Əla. Gözəl. İndi baxaq hallanmaya. Səhət müəllim, hallanmada mən necə əziyyət çəkə bilərəm? Hallanma ismin belə deyim şahıdır. Səhvləriniz olacaq. İndidən deyim. Bazası olmuyor, mən səmimi danışıram. Çünki
səhv elədikcə irəliyə doğru getmək ola bilər. Bundan sonra sifətdə, sayda demək olar ki, səhv ağlına gəlməyəcək. Çünki onlar isimdən yaranırlar. Da bilirsiniz nə də? İsmi bilirsənsə sifəti say sənin əlində heç nədir. İsmin də o konkret mücərrəd asandır, düşsə də qəbula. Biraz hallanma ilə mənsubiyyəti qarışdırırlar. Onun da indi yolunu müəlliminiz izahını verəcək. Elə bir izah verəcəm, asanı, sadəcə yadda saxla. Yəni kitabdan oxuma, belə deyim də sənə. Çalış mən dediyimi yadda saxla. Mənim PDF-im deyil, mənim vəsaitim deyil sizə. Sən onu da tərifləmirəm. Hədəf, nə bilim o araz, hansı nəşr olsun. Çalışın ki, dediyimi yadda saxlayın, loru dilinə. İsimlərin hallanması deyəndə ismin neçə dənə halı var? 6 dənə halı var. Yəqin ki, yadınıza gələr. Hansı hallarıdır? Adlıq, yiyəlik, yönlük, Təsirli, yerli, çıxışlı. çıxışlı. Bunu necə yadda saxlayırıq? Gəlin başlayaq adlıq halda. Səhət müəllim, adlıq halın şəkilçisi varmı? Heç bir şəkilçisi yoxdur. Heç bir. Heç bir şəkilçisi adlıq halın yoxdur. Sualları hansılardır? İsmin sualları hansılar idi? Kimlə hara? Adlıq haldan hələlik uzaqlaşırıq. Hələlik. Hə, bir də indi hallanmaya keçdik, bax. Bu gün hansı şəkilçiləri keçdim sizinlə? Mənsubiyyət, şəxs sonluğu. Bir də cəm şəkilçisini keçmişdim də sizinlə. Üçünü də nə götürəsən? Qrammatik şəkilçisi. Hal şəkilçilərində nə götürəsən? Qrammatik. Eyni köklü sözlərdə yadınızda deyirdim. Görürsünüz ki, yavaş-yavaş şəkilçiləri tanıyırıq. Hal şəkilçilərində, mənsubiyyət şəkilçisində, cəm şəkilçisində, şəxs sonluğunda nə götürəsiniz? Qrammatik. Gözəl. Adlıq halın sualları oldu. Kimlə hara? Şəkilçisi də yoxdur. Hələlik uzaqlaşıram adlıqdan. Amma hələlik, qaydacaq. Yiyəlik halın 2 növü var. Yiyəlik halın 2 növü var. Biri var müəyyənlik bildirən, müəyyən yiyəlik halı. Biri də qeyri-müəyyən. Müəyyən yiyəlik halının şəkilçisi budur. In. Bu şəkilçini əzbərləməlisən. Yəni, belə deyək ki, elə bil ki, belə deyim də, yəni cavab deyəsən əzbərləmək. Testi tapmaq üçün. Bunu əzbərlədim səhət müəllim. Sualı mənlikdir. Adlıq halın sualı nə idi? Yoxdur. Kim, sualı. Şəkilçisi yox. Kim, nə, hara. O adlıq halın suallarının arxasını bu şəkilçini artırırsan, yiyəlik halın sualları hazırdır. Kim artır? Nəyi? Hara. Çətindir. Sizdən yenə də deyirəm, elə belə şəkilçisini yadda saxla da. Deyirəm, sual əzbərlə. Adlıq halın sualdır, ismin sualdır. İsmin sualına, yiyəlik halın sualını tapmaq üçün şəkilçisini artırırsan. Hamısında da belə gedəcək. Budur. Kimin, nəyin, haranın. In şəkilçisinin vasitəsilə düzəlir. Məsəl üçün deyirəm ki, müəllimin kitabı. Müəllimin sözü hansı haldadır? Yiyəlik halda. Müəyyən yiyəlik halda. Müəyyən yiyəlik halda. Biri də var qeyri-müəyyən yiyəlik hal. Səhət müəllim, qeyri-müəyyən yiyəlik hal necədir? Qeyri-müəyyən yiyəlik hal deyirəmsə yoldaşlar, bunun bir dənə sualı var. Şəkilçisi yoxdur. Özü də nə sualına cavab verir? Aha. Bu nə ilə oxşardı? Adlıq halına. Oxşardı mı? Oxşardı. Mən indi müəllim nətər seçim? Hardan bilim? Necə eləyim? Sualları gəldi ağlınıza. Adlıq halından qeyri-müəyyən yiyəlik hal necə? Qəbul tipli bir dənə sual deyəcəm sizə. Qəbulunuza düşüb 2022-də. 22-də mi, 23-də mi? Tam dəqiq deyil, üzr istəyirəm. Tam dəqiq yadımda qalmır. Bax, bir yazmışdı, bu şəhər çox gözəldir. Bir də yazmışdı ki, şəhər kənarı çox gözəldir.
soruşurdu ki, şəhər sözü hansı cümlədə, hamı diqqətlə qulaq assın. Xahiş edirəm. Şəhər sözü hansı cümlədə yiyəlik haldadır? Müəyyən yiyəlik halda. Daha doğrusu qeyri-müəyyən yiyəlik halda. Hansı cümlədə qeyri-müəyyən yiyəlik Hansı haldadır? cümlədə? Şəhərin sözündə, şəhərin kənarı. Ay sağ ol. Sən şəhərin kənarı çox gözəldir deyə bilirsən. Amma bu şəhərin çox gözəldir deyə bilmirsən. İndi aranızda kimsə birdən deyər. Məsəl üçün deyirəm ki, məsələn deyirəm, Səxavət deyir ki, ay sözmən, mən deyirəm. Bu şəhərin çox gözəldir. Belə bir dənə cümləni yazdı Səxavət. Yazdı, düzdür elədi yazdı. Bu Səxavət yazdığı cümlədə bu şəhərin çox gözəldir. Bu şəhərin sözündə in var. Amma yiyəlik hal deyil. Və onda bunu nə götürəcəm? Mənsubiyyət. Mənsubiyyət şəkli. Mənsubiyyət. Kimin şəhərindən söhbət gedir? Sən şəhərin çox gözəldir. Şəhərin çox gözəldir. Gördün, tam yerin oturdu. Bəli. Amma bax bu Səxavət verdiyi cümlədə məsələn deyirik ki, bu şəhərin çox gözəldir. Deməli in burada oldu mənsubiyyət şəkilçisi. Şəhər sözünü artıraraq tapmaq olar ismə. onu deyəcəm indi gözlə. Yiyəlikdə də var. Onu daha yaxşı təsirlikdə deyəcəm. Onun qəşəng bir dənə yolu var. Bəli, mənim sənin artıraraq şəhər- tapmırıq, sən rahat. Bəli. Görürsünüz sürprizi pozdunuz, hədiyyəni pozdunuz. Yəni Bu şəhərin çox gözəldir. Sənin şəhərin çox gözəldir. Bəli, həmin tipdə. Aydındır. mənim Bu qədər altdakı şəhər kənarı çox gözəldir də, məsələn, onun kimi cümlələr verilib, in artırmaqla ancaq bilərik də yiyəlik Bəli, haldadır. bəli. Şəhər kənarı çox Həm də gözəldir. həm də yiyəlik haldan sonra mütləq nə şəkilçisi gəlir? Mənsubiyyət şəkilçisi. Mənsubiyyət şəkilçili söz gəlir. Kənarı sözündəki i nədir? Mənsubiyyət. Mənsubiyyət. O yolla da tapa bilərsiniz. Gördün? Bu qədər sadə. Həmişə Biri mən də var. onun artırırdıq da elədim. Hə, indi onu sırf əyani formada yiyəlikdə də göstərəcəm, təsirlikdə də. Yönlük halın. Yönlük halın şəkilçisi hansıdır? A. Yenə də sualını tapmaq üçün ehtiyac yoxdur ki, nadir kitabın yarıya qədər oxuyaq. Şəkilçini nə edirəm? Kimə? Nəyə Var. Şəkilçi hazırdır. Bunun qeyri-müəyyənliyi, falanı heç nə yoxdur. Amma yenə də görürsünüz ki, fonetika bizdən əl çəkmir. Bununla bağlı qəşəng bir dənə sual salıblar. Yazmışdılar ki, ataya sözü necə tələffüz edilir? Yönlük hal artırılanda da sonu Atıya, atıya. ı artırılırdı. Ataya olur, atıya. Məsəl üçün nənəyə nə olar tələffüzdə? Nəniyə. Bu qədər sadə. Biri də var təsirli hal. Təsirli halın sualı hansıdır? Təsirli halın neçə növ var? Müəyyənlik bildirən, qeyri-müəyyənlik bildirən. Müəyyənlik bildirən təsirli halın şəkilçisi hansıdır? I üstü 4 cür. Yəni I, I, U, Ü. Bunun şəkilçiləridir. Deməli sualları nə olacaq? Kimi, nəyi, haranı. Bura kimi var çətin? Yoxdur. İndi hamını düşündürən yəqin ki bir sual var da, düzdür? Bu bir qədər əvvəl yoldaşınızın da dediyi kimi. O yol bizim köməyimizə çatacaq. Ən gözəl yol o yol. Yəni ondan o tərəfəsi yoxdur. O da PDF-lərdə yazılır da. Bax, yadınızda saxlayın yoldaşlar. Bu yol hansı yoldur? Tapmaq üçün. O bu sözləri gördünüz elə. O bu I şəkilçisi həm ismin təsirli halının şəkilçisidir. Həm də üçüncü şəxsin mənsubiyyət şəkilçisidir. Məsəl üçün, bax bu kitabı sözü bilmirsən ki, mənsubiyyət şəkilçisi I-dır, yoxsa təsirli hal şəkilçisi I-dır. Tapa bilmirsən də. Çünki kitab sözünü
Mənsubiyyətə görə dəyişəndə üçüncü şəxsə dəyiş mənsubiyyətə görə. Onun kitabı plusda deyirik ki, kitab sözünə ı şəkilçisi artırmaqla təsirli halda düzəldirəm. Səhət müəllim, indi mən hardan bilim ki, bu təsirli haldır, yoxsa mənsubiyyətdir? Düzdürmü yoldaşlar? Məsəl üçün gəlin variantdan özümüz bir dənə test edək də, kimdə nə istəyir? Deyirəm ki, kitabı çox maraqlı idi. Bu A variantı. Kitabı əzilmişdi. Bu B variantı. Kitabı mənə ver. Bu C variantı. Kitabı qırmızı idi. Bu da D variantı. Bunu tapmaq üçün sual da nədir? Kitab sözü hansı cümlədə təsirli haldadır? Yəni buradakı, yəni buradakı Müəllim, o kitabı mənə ver. I şəkilçisi buradakı. Ondan da yaxşıdır. I şəkilçisi mənsubiyyətdirmi, təsirli kaldırmı, hansı yolla gedirsiniz? Bax, bunun qabağına nə qoyursunuz? Onun sözü. Onun kitabı çox maraqlı idi. Demək olur burada. Demək olur. Deməli, demək olursa, kitab sözü burada təsirli halda deyil. Kitab sözü burada adlı haldadır. Niyə? I şəkilçisi mənsubiyyət bildirir şəkilçi kimi. İndi B variantında görün qoymaq olur onun sözünü. Bəli, olur. Onun kitabı kitabı. əzilmişdi. Gör bəs Onun C variantında. Gör bəs C variantında qoya bilirsən. Mən Xeyr, bir də mənim ondan orada sonra məsuliyyət şəkilçisi məsuliyyət. gəlir. O Gör- kitabı mənə ver. Başa düşdün. Mənə Aydındır mı? məsuliyyət şəkilçisi də var. Mənə nədir? Mən A-da, B-də, D-də mən şey qoymaq olur da onun kitabı çox maraqlıdır. O kitabı mənə ver. Onun kitabı əzilmişdi. Onun kitabı qırmızı idi. C-də qoymaq olmur da. Yəni Ay, super. bayaq dediniz ki, yəlik haldan sonra gələn sözdə mənsubiyyət şəkilçisi olanda o yəlik hal olur. Bəli. Bunda da deyirəm o tətbiq olunur. Ondan sonra gələn sözdə, yönlük haldan sonra gələn sözdə mənsubiyyət şəkilçisi olursa. Yox, yəli hala bax bir dənə. Onun kitabındakı hansı söz yəli haldadır? Onun Ay, sağ ol. Bəs yəli halı qoyub tapıram da, bildin nətər? hə başa düşdüm. Yəli halı qoyuram ki, biləm ki, bu mənsubiyyətdir yoxsa yox. Aha, Başa düşdün nə demək istəyirəm? Başa Mənsubiyyət şəkilçisi nə ilə gəlir? Bir qədər əvvəl dedim, düz deyirsən. Yəli halla gəlir. Heç onun qoyma. Məsəl üçün onun qoymayaq. Nə qoyaq? Yəli halda bir dənə söz denən. Rəşadın qoyaq. Kitabı, bəli. Rəşadın qoyaq. Yaxşı. Rəşadın kitabı çox maraqlı idi. Rəşadın kitabı Səndən sözü qoymaqdan tapmaq olurdu. Sözü tapmaq. Gördün necə sadə. Rəşadın kitabı əzilmişdi. Rəşad qoymayaq, müəllim qoyaq. Müəllimin kitabı Çox maraqlı. Müəllimin kitabı çox maraqlı idi. İndi bu C variantında yəli halda olan bir dənə söz Müəllimin qoyaq. kitabını mənə ver. Ay görsən alınma, şəkilçi artırma. Müəllimin kitabı mənə ver. Demək olur, Yəni müəllimin alınmırsa, kitabı. o demək istəyirdim müəllim elə. Alınmırsa əgər bu yolda. Ən gözəl yol bu yoldur. Hı -hı. Ən gözəli. Özü də rahat yoldur da. Burada yəni siz maşallah olsun qanunun o boyda maddəsini bir dənə yolu yadda saxlamayasınız. Sadəcə bu yolu yadda saxlayırsınız. Aydındırmı? Aydın. Yəqin aranızda beyalar da var, asiyələr də var. O boyda bir dənə bu yolu yadda saxlamamaq Müəllim, günah. üzr istəyirəm. Demək olar ki, tapmaqda çətinlik çəkdikdə, yəni qabağına bir dənə söz əlavə edirik. Yəli halda olan, yəli çalda olan söz əlavə edirsiniz. Qabağına yəli çalda olan söz əlavə edirsiniz. Bəli. Tamam.
yerli çal. Hə, bir də bunun qeyri-müəyyən təsirli halı var. O barədə də məlumat verin. Qeyri-müəyyən təsirli halında xüsusi şəkilçisi yoxdur. Bu da nə sualına? Cavab verin. Bu da adlıq səsi bağlayaq zəhmət olmasa. Bu da adlıq halının eynidir. Məsəl üçün burada da neynisən? O bağdan gül dərdi, o bağdan gülü dərdi. Onda bax hansısa bir yoldaşınız dedi, qeyri-müəyyən təsirli halın qarşısına bu 3 dənə əvəzliyi qoya bilərsən tapmaq üçün. O, bu, bir də həmin əvəzliyini qoyub artıra bilirsənsə, həmin söz müəyyən təsirli hal şəkilçisini qəbul etmiş olacaqdır. Məsəl üçün, mən kitab aldım sözündə səndən soruşur ki, kitab sözü adlı haldadır, yoxsa Deyir müəllim, mən kitabı aldım. qeyri-müəyyən. Mən kitabı aldım, heç qoymasaq da olar, amma hər ehtimala, yəni dedi, bax, yəni o yolda var. Mən bu kitabı aldım deyə bilirəmsə, təbii ki, bu qeyri-müəyyən təsirli haldır. Çevirə bilmirəmsə, adlı haldır. Aydındır? Yəni lor dillə desək, qeyri-müəyyən təsirli halı. Təsirli hala çevirə bilirsənsə, elə qeyri-müəyyəndir. Yəni o çevirə bilməsən, bil ki, o qeyri-müəyyən təsirlik deyil. Hansı haldır? Adlı haldır. Başa düşdünüz nə demək istəyirəm? Adlı halı çevirmək olmur təsirli hala. Amma qeyri-müəyyən təsirli hala çevirmək olur. Bir də deyirəm, 3 dənə əvəzlik də burada köməyinə çatır. Amma ən gözəl yolu qeyri-müəyyənlikdə yox. Sizi çaşdıracaq bir təsirlikdə, bir də çaşdıracaq yiyəlik halda. Çünki təsirli halın şəkilçisi də, yiyəlik halın şəkilçisi də yoldaşlar nə ilə homonimlik təşkil edir? Mənsubiyyət şəkilçisindən homonimlik təşkil edir. Nə ilə homonimlik təşkil edir? Mənsubiyyət şəkilçisindən homonimlik təşkil edir. Bunun da tapmağın ən gözəl yolunu müəllim sizə dedi. Aydındır? Qabağına yiyəlik halda olan söz qoyacaqsan. Məsəl üçün, burada sənə verəcək kitabın, məsəl üçün deyirəm ki, kitabın məndə qalmışdı. Düzdür? Burada kitabın sözü hansı haldadır? Mənsubiyyət halındadır. Yəni hal kimindən götürəsən? Adlıq hal olaraq götürüləcək də Adlıq sənin kitabın məndə qalmış. Çünki bənzəsə də yiyəlik hala. Bənzəyir, düzdürmü? Hamı görür ki, bənzəyir. Amma mən bunu adlı hal götürürəm. Yiyəlik hal yox. Səbəb kimi yiyəlik halda olan bir dənə söz qoy. Məsəl üçün, sənin qoymayaq da, nə qoyaq? Elə sənin uyğun gəlir buna. Sənin kitabın məndə qalmışdı. Qutardı, çünki ikinci şəxs daha başqa qoya bilmirəm. Sənin kitabın məndə qalmışdı. Üçüncü şəxsdə hamısını qoymaq olur. İkidə ancaq səndə qoymaq olur. Sənin kitabın məndə qalmışdı. Bu qədər sadə. Qoya bilməsəydi məndə. Kitabı Qoya- mənə ver, hansı halda olur? Kitabı mənə ver təsirli halda. Niyə? Çünki onun sözünü qabağına qoya bilmirəm. Qalan kitabı sözü, bax burada. Kitabı əzilmişdi. Kitab adlı haldadır. Niyə? Onun kitabı əzilmişdi. Çünki burada I mənsubiyyətdir. Yerdə də heç bir şəkilçi qalmır. Adlı hal deyirəm. Kitabı qırmızı idi. I mənsubiyyətdir. Yerdə heç bir şəkilçi qalmır. Adlı hal deyirəm. Amma onun kitabı mənə ver deyə bilmədiyimə görə I burada təsirlikdir. Bunu nə götürürəm? Təsirli hal. Aydındır Gülan xanım? Bildim. Hə, bildim. Sağ olun. Sağ olun. Bundan sonrakılar asandır. Yerli hal, yerlik halın sualları hansılardır? Şəkilçiləri. Dadə, Avtomatik sualları əzbərlədiniz. kimdə, Kimdə, nədə, harada. Bu qədər.
Bir dənə bu dadəni indidən deyirəm ki, indidən deyirəm. Bu dadə də omonim şəkilçidir. Azərbaycan dili görürsünüz də necə maraqlı bir dildir. O da Müəllim hamısının omonim bir əlması şəkilçidir. çıxır. Hamısında var. Bizim dil qədər istisnası olan bir dil yoxdur. Yer üzündə yoxdur. Dadə şəkilçisini bilirsiniz niyə? Ərəb, Fars elə bir ölkə olmayıbdır ki, bizim ölkəni belə deyim də, yəni tarix boyu Əfqanlar da gəlib, Monqollar da gəlib. Monqol dilindən də dilimizdə söz var, Əfqandan da var, Ərəbdən də var, Farsdan da var, Türkdən də var. Öz sözümüz, öz qaydamız azlıq təşkil edir. Əslində bizim dil rahatdır. Sadəcə digər ölkələrin dillərinə qarışdığına görə ən çox da Fars, Ərəb toqquşur. Biz bir dənə qayda yaradırıq, onların sözü nə edir? İstisna yaradır. Hardası bir ölçsək loru dilindən deyir. Bizim qaydamız Azərbaycan dilinin bir kitab yazılası olsa, 80 səhifəlik qaydası varsa, 180 səhifəlikdə istisna qaydası var. Ona görə bizim dil biraz çətin gələ bilər. Dadə şəkilçisi də omonim şəkilçidir. Bu zərf düzəldən şəkilçidir. Dadə şəkilçisi gördün ki, kimdə, nədə, harada. Bu suallara cavab verir. O zaman götürəsən yerli hal. Məsələn, mən Gəncədə yaşayıram. Gəncədəyə sual ver. Harada? Harada? Deməli, bu Gəncədə sözü yerli çaldadır. Amma yazda havalar isti olur. Yazdaya sual ver. Nə zaman havalar isti olur? Nə zaman? Mən yazdaya yerli çal deyə bilərəm. Xeyr mənim. Deyə bilmirəm. Çətinlik yoxdur ki, burada da. Dedim, birdən qabağınıza çıxar, olsa zərfi falan keçəcək. İndi ətraflı keçirik də, kimə nə ziyanı var? Biri də var çıxışlı hal. Çıxışlı halında şəkilçisi dən şəkilçisidir. Sualı nə olacaq? Kimdən, nədən, haradan? Mən Bakıdan qayıdıram, haradan? Hə, bu görürsən ki, çıxışlı haldır. Amma desəm ki, o hərdən bizə gəlir. Bu zərf. Nə var? Sən indi hərdənə çıxışlıq deyə bilərsən. Deyirlər. Ancaq O- sual verməklə. Ay sağ ol. O birdən qışqırdı. Necə qışqırdı? Səhvdir. Zərf. Tərzəri çətsər. Başa düşdünüz? Bu qədər Mən sualı sadə. necə veririk? O birdən qışqırdı. Necə qışqırdı? Tərzəri çətsər. Bəli. Aydındır. Bu qədər sadə. Bir də çıxışlı halın əksini bildirən halı soruşarlar. Nə deyəsən? Yönlük hal. Onu necə tapırsan? Allah yönlük hal əksidir. Bax fikir ver. Deyəsən mən Gəncədən harası gedirsən? Bakıya. Bax bir-birinin əksidir. Gəncədən Bakıya. Evdən məktəbə. Başa düşdünüz? Bu hər zaman Çıxışlı olur halı. da. Yox, əlbəttə ki, sadəcə soruşsa ki, çıxışlı halın əksini hansı hal bildirir? Deyəsən ki, yönlük hal. Bir də qəbulunuza hansı tipdə suallar düşür? Quizlərdə tez-tez istifadə edirəm. Bu həftədə bilirsiniz də 5-6 bazar olacaq. Nədən istifadə edirəm? Bu dilimizdə bu cür sözlər var. Hamı diqqətlə qulaq asın. İnandırım sizi, nəsə bu mövzu onlar sevirlər, o testi tərtib eləyənlər dəfələrlə qabağıma çıxır. Yəni 2 dəfə, 3 dəfə yox. Demək olar ki, hər il istifadə edirlər. Hər il. Bax, bu tipli sözlərdir. İsim, cisim. Hamısı alınmadı. Nəsil, fikir, ətir, səbir, şəkil. Qafiyə də elə yadda saxlamaq üçün rahatdır. Əsil, fəsil. Sonra nə qaldı? Xeyir. Sonra zehin. Ömür.
Gördünüz və s. Bu tipli sözlərdə yoldaşlar, indi qaydaya qulaq asın. Saitlə başlayan şəkilçi artırıldıqda saitlə başlayan şəkilçi, yəni ya mənsubiyyət ya da hal şəkilçisi. Saitlə başlayan ya mənsubiyyət ya da hal şəkilçisi artıranda nə baş verir? Bu sözdən zəhmət olması birini götürək. Şəkili götürək. Götürdük. Mənim saytın biri düşür. Şəkil sözünə saitlə başlayan hal şəkilçisi artırım. Yönlük hal artırım. Artırdım. Yönlük halı artıranda bu formada olur. İğne ağardı. İkinci qapalı saiti neynədir? Düşdü. İndi bir dənə mənsubiyyət şəkilçisi artırım. Yəni şəkil sözünə artırıram imizi. İndi bir yerdə yazırım. Yenə də neynədir? Biri düşdü. İkinci qapalı, biri demə. İkinci qapalı saiti düşdü. Deməli, birinci cərgədə müəllimin yazdığı sözlərdir. İsim, qisim, nəsil, ətir, səbir, qəbir, heyf, xeyir, fəsil, şəkil, meyl, PDF-də var hamısı, narahat olun. Bu, indi də yazdığım sözlərdə. Saitlə başlayan həm hal, həm də mənsubiyyət şəkilçisi artıranda ikinci qapalı saiti neynədir? Düşdü. Mən burada İndi sual yazıram. nə formada verirlər bizə? Çox üzr istəyirəm. Göstərəcəm. Sual da göstərəcəm. Narahat olun. İkinci qrupdakı sözlərdə hansıdır? İkinci qrupdakı sözlərdə hansıdır? İkinci qrupdakı sözlərdən narahat olma. Yəni ikinci qrupu avtomatik əzbər biləsən. Başqa çarəsi yoxdur çünki. Bunlar milli sözlərimizdir birindən başqa. Niyə yadda saxlamaq asandır? İndi bax bir dənə. Beyin. Bədən üzvüdürmü beyin? Ağıl. Bədən üzvüdürmü ağıl? Burun. Bədən üzvüdürmü? Ağız. Bədən üzvüdürmü? Boyun. Qoyun. Qoyun burada bədən üzvüdür. Ha, hansı mənadadır? Qucaq mənadadır. Siyin. Bədən üzvüdürmü? Qarın. Əyin. Ovuc. İki dənə də qohum adı var. Yadınızdadır demişdim ya, qohum adlardan millidir. İkicə dənə qohum adı var. İkicə dənə. Əmi, Oğul. Bir oğul. Bir də qayın. Bir də könül söz. Bunlarda necə olur? Gəl bunlardan birini götürək. Hansını götürək? Götürək beyni. Götürdüm. Bu beyinə hal şəkilçisi artırır. Əni buna da artırır. Düşməyəcək ha. Qəti. Bu sözlərdə, ikinci qrup sözlərdə saitlə başlayan hal şəkilçisi artıranda düşməyəcək. müəllim, amma Var deyən ki, düşür axı, yəni tələffüz eləyəndə elə bir düşür. Da indi bilirəm hə deyirsiniz düşmür, amma tələffüz eləyəndə düşür axı. Yazılışda düşmür. Aydındır. Düşməyəcək. İndi baxırsan mənsubiyyətə. Mənsubiyyətdə burada da nə edir? Üzr istəyirəm. Burada artıq nə elədi? Düşdü. İkincisi düşdü sayt. İkinci qapalı saiti düşdü. Deməli, müəllimin yazdığı birinci cərgədəki sözlərdə saitlə başlayan həm hal, həm mənsubiyyət şəkilçilərində ikinci qapalı sait nə elədi? Düşdü. Müəllimin yazdığı milli mənşəli sözlərdə əksəriyyətini bədən üzvü təşkil etdiyi sözlərdə bircə dənə ağıl alınma. Hamısı millidir. Ona kimi deyirəm. Milli mənşəli sözlər qrupunda hərəsinə bir dənə adı qoyaq da. Milli alınma.
milli mənşəli sözlərdə yoldaşlar. O zaman nə edirəm? Düşmür. Əfsanə xanım. Hal şəkilçisində düşmür, mənsubiyyət şəkilçisində Düşür. Təkcə mənsubiyyətli ikinci saytı düşür. düzdür. Ancaq mənsubiyyətdə düşür. Var çətinlik. Xeyr, mən Gözəl. Biri də var. İsimlərin sifətləşməyi. Son olaraq bunu deyilir. Bir dənə nümunə ilə deyəcəm. İsim nötər sifətləşir ki. Sifətin sualları hansıdır? Keçməsək də yəqin bilirsiniz. necə, nə cür, hansı? Hansı? Sifət, isim necə sifətləşir? İndi hamınızdan soruşuram. Hər birinizdən soruşuram. Gümüş nitq hissəsinə görə nədir? Ad bildirir də. Nədir? İsim. İsimdir. Bəs saat nədir? Mənim isim artırdıqda yanım ancaq sifətləşir. Gümüş saat. Başa düşdün? Bu da isimdir. Gümüş isimdir, saat isimdir. Bütün metallar ümumiyyətlə gümüşdür, qızıldır, bürüncdür, maqnezyumdur. Hamısı nədir? O kimyada var idi. Yadınıza gəlir Mendeleyev düsturu. Hamısını nə götürəsən? İsim. İsim götürə. Amma bu gümüşlə saat böyür-böyürə gələndə Sifət olur. gümüş neyniyir? Sifət olmur. O sözü bir də de. İsim neyniyir? Sifətləşir. Niyə dedim bir də demin o sözü? Səbəbini deyim sizə. Məsələn, mənə belə bir cümlə verir. Mən gümüş saat aldım. Sənə sual verəcək ki, bu cümlədə altından xətt çəkilmiş. İndi çəkə bilmirik. Gümüş sözün altından xətt çəkilmiş. Gümüş sözü hansı nitq hissəsidir? Sən cümlədə sual vermirsən, qəti. Bayaqki testə bənzərdən. Bayaq ki, testdəki kimi. Qəti sual vermirsən. Cümlədə sual versən, necə saat aldın? Sifət Sifət. götürəsən. Gümüş sözünü nə götürəsən? İsim. İsim götürəcəksən. Yaxud qızıl olardı. Yaxud ipək olardı. Bax, çaşdırır tələbəni. Yaxud kəndli söz olardı. Məsəl üçün, kəndli Elxan bizə yaxınlaşdı. Hansı Elxan? Kəndli Elxan. Məsəl üçün, müəllim sözü nədir? İsimdirmi müəllim sözü? Hamı bilir də yəqin. İndi məsəl üçün, müəllim Səyyad Sifətləşir. Həkim Fuad, indi həkimi, müəllimi biz sifət götürə bilərik heç ömrü boyu. Mən tək sual Götürə verməliyik də özünə. Qıraqda, Cümlə içərisində lor yox. dildə deyirəm, qıraqda, cümlə içərisində yox. Cümlə içərisində sual verəndə sən nəyi tapsan? İndi keçəcək inşallah. Mübtədanı tapsan, xəbəri tapsan, tamamlığı tapsan, cümlə üzvünü tapsan və təyini tapsan, zərfliyi tapsan. Bildiniz nəyi nəzərdə tuturam? Bəli, mən. Məncə çətinlik olmaz.